Tak, bizdə olacaq React, JavaScript, JavaScript, yes. React, JavaScript. Yap. Tak, və burası sразу Tailwind'i də qoşaq. Tailwind. Tax. Installation. Fable istifadə edirdiniz. Nəyi? Fable təzə çıxdı, məsələn, Anthropoid. Bəli. Şeyinin deyirsən, Cloud'un son modeli. Dayandırdılar da onu, hə? Valla elə bil ki, biraz tupoydu o, hə, mən biləm onu şeylərdə. Mən ümumiyyətcə bu şeydə, hardaydı bu məndə, kursorda. Məndə bütün modellər hamısı var. Dəqiqə bunu açıram. İndi Fable'da var, Hide'dır da. Mən avtoya qoyuram, ya Composer'dan ya Codex'dan o istifadə edir və bütün belə deyək də lazım olan şeyləri hamısını yerinə yetirir, mənə lazım olan. Bunun adı nədir Tak, sizdə? bu IDE'nin kursor. O, yəni Visual Studio'nun extensionu Visual Studio üzərində işləyir. Sadəcə olaraq, belə deyək də, burada bütün şeyləri verirsən, promptları verirsən, hansı sənə lazımdır. Layihəni özü götürür, layihəni gedir bir-bir oxuyur, harada nə lazımdır, göstərəcəm sənə yaxşı bunu da işləmək. Bir də ki, məsələn, bunun aylıq paketi hansı uyğundur? Siz hansını işlədirsiniz? Mən Pro-nu işlədirəm, o da $20'dır. Sonra Team üçün də var, $40. Pro mənim, yəni ki, belə deyək də, bütün basic lazım olur. Mən zaten işdə ancaq son olaraq indi UI o qədər oturub yazmaq istəmirəm. Komponentləri özüm bölürəm edinəm. Prosto vururam ki, Tailwind'lər otursun bir rozu yazsın. Yəni ki, bir piksel oturub bunları yazmaq şeylərində. Prompt yazıram ona ki, otursun şeylərini eləsin. Все. Bu kadar basit. Tak, və burada bizdə nə verir? Baş. Burada 5173 açıldı məndə. Okey, bir dənə təzə məndə var, market adı. Okey. Tamam. Və mən buranı indi neyirəm də əslinə qalanda mən bu kursoru götürürəm, bağlayıram. Bu artıq banka lazım deyil. Tak, bu banka lazım deyil. Banka lazım olan hissə isə tak, bunu saxlayıram. ls cg market ls kursor. Yes. Və bura installation edirik birinci növbədə. Agent, magent plan, fəs məkan, bunlar hamısı qəşəng, super, əla. Agent gedir bu hissəyə, bax belə, bu gəlir bu hissəyə, bax belə. Tak, terminalçik, spasiba. Tak, bura Tailwind'i quraşdıraq, elə birinci növbədə. Tak, mənim desktoplarım ucu bir-birinə getdi, qarışdı. Desktop 1, desktop 2. Tak, bu haradaydı? Ha, bu desktop 2-də. Okey. Gəl belə ümumiyyətcə şey eləyib, bunu desktop 1'ə atım ki, rahat olsun. Tak, install Tailwind, nə bilim, nə, gətirirəm, atıram bunu da bura. Sonra pluginləri yazırıq bu formada. Tak, bunlar var. Source, with config. Tak, bunları plugins React. Okey. Tailwind, plugins React. Bilmem bunu atıram bura. Tailwind və Tailwind CSS. Bax belə. Tak, bu da belə getdi. Bu bizə lazımdır. Ümumiyyətcə CSS-də import edirəm bunu.
CSS-ində import edirəm bunu. Lap yuxarıda rootdan sonra da eləyə bilərik. Amma mən rootdan əvvəl eləyəcəm bunu. Tailwind CSS. Tak, app'in içini boşaldırıq. App'in içini boşaldırıq. App'ə deyirəm ki, salam aleykum, aleykum assalam. Use state'i də pozuruq, bunu da pozuruq, bunu da pozuruq, bunu da rədd edirik buradan. Index CSS main app. İndi burada bir dənə routes yaradıq. Burada browser, router falan filan. Gəl bunu belə eləyək də. React router'da onunla eləməliyik. Tak, burada bir dənə routers, burada bir dənə yaradıram. Sorry, sən yox. Burada bir dənə yaradıram. Route.js yazacaqdım. TS yazacaqdım JS. Tak, və router'da deyirəm ki, export console routes home. Home məndə olacaq nə? Bir dənə bura deməli atıram. İndi bir dənə normal komponent yaradırıq da. Və bura yaradırıq bir dənə pages. Və pages'in içine yaradıram bir dənə main page və burada da olacaq məndə main page'in içində if UI və UI'nin içində olacaq JSX. Okay. Export default default function home. Rows'un içində burada home gətirirəm. Home page'i gətirirəm. Home page olsun da belə. Home page və home page artıq burada var. Tak, app CSS, index main JSX, browser apps router və burada mən nə deyirəm? React router DOM. Mən bunu çəkirəm. Tak, burada bizdən nə qalır? App. Yox, mən bunu mən də eləmirəm. Sorry. Mən bunu burada eləməliyəm. Routes. Tak, routes-a bura yazıram ki, const routes, use routes. Tak, burada da import browser routes. Bax belə bu formada use routes və bunu heç mən belə eləmirəm. Tak, biz o biri layihədə nə tər eləmişdik? Mənim İçində şeydir, yadıma global sal. bir router var idi. Onu eləmişdik. Rootunu eləməmişdik. Hə, global bir yox idi router var. burada. Tak, bir dənə onu yadıma salım indi. Tak, hər dəfə bunu şey eləyəndə. Tak, misal üçün belə atıram hələ ki. Tak, app router provider'da bəli, create, yes. Heç bu da məndə burada ehtiyac yoxdur. Tak. Heç bundan heç birisinə create, const, create. Yox, create yox. Bunu da atıram bura. Bax belə. Tak. Router const routes bərabərdir. Create browser provider routes. Router provider routes. Bu mənə gəlir import. Bax belə routes route'dan da gəlirdi. Burada da məndə routes yes. Yox, dəqiqə.
Bu belə deyildi. Bu sadə idi. Homepage mənə gəlir buradan belə. Export const rows. Prosta buradan bunu edirəm belə ya. Rows. Orada sintaksis fərqi olmalıdır. Burada da rows. Sintaksis fərqi olmalıdır. Və salam şüt tamam. Router provider rows. Okey. Və bir dənə də yaradaq misal üçün rows'un içində misal üçün element about page burada yazıram hələ ki bir dənə div atıram bura. Div about. Okey. Bunu ucu kodlamaq olar. npm run dev. Tak, nə istəyirsən sən? Homepage. Tak, JSX indication parser option. Tak, harda məndə maində strict mode app'də belə. Tak, tak. Routers. Use outstore falan hələ ki mənə lazım deyirdim. Tak, burada gəl bunu yazıram bura və homepage fix row. Next.js-i keçəndə bu cür problemlər yaşamayacağıq. Çünki Next.js-də hamısı qat-qat rahatdır. Rusdan zat hamısı orada da eynidir belə, hə? Rutsa. Hə, onlar hamısı eynidir. Tak. Lazımdır. Onu da ol elə confirm. Tak, məndə problem odur ki. Tak, routes. JS6. Tak, rows. Homepage, okay. Clear npm run dev. Home var əla. About da var əla. Və bu dəqiqə deyirəm bütün clean up all styles in layout. And layout. Clean, keep clean. Keep clean. Pages olsun. Tak. Burada ümumiyyətcə burada bizdə nələr var, nələr. Aha, bunun hamısı getdi. Bir dənə tailwind qaldı. В принципе, все. Keep all. Əla. Margin. Burada padding, box sizing bu olsun. Background color hələ heç nə yoxdur. Burada bir dənə ümumiyyətcə hamıya style'lara boşaltmasını verəcəm. Deyəcəm ki, margin 0. Hamısını box sizing. List style no. Text decoration no. Tak. Hələ ki bunlar olsun. Heç buna ehtiyac qalmayacaq bizdə belə. Все. Hələ ki bunlar, bu belə routerlara indi biz düzəldəcəyik. Main falan fəsməkan. Deməli və bit config nə bilim nə o yan bu yan.
Deməli, bir dənə də mən indi navbar yaradacağam. Bunun üçün də mən bir dənə base yaradacağam. Base'in içində məndə olacaq nə? Base ümumiyyətcə folderın içində biz nələr yaradırıq? Base folderın içində navbardır, footerdir, sonra sidebarlardır falan filanlardır. Bunlar bunun içində olacaq. Navbar, misal üçün deyirəm ki, navbar.jsx, okay. Export default function navbar və return edirəm nəyi? Return edirəm nəyi? Deməli, burada olacaq layout bir dənə də yazacağım. Layout və layoutun içində root layout.jsx export root layout. Bu da navbarı gətirəcəm bura və routerda deyəcəm ki, element root layout, bu bura gəldi. Bura gəldi element və childrenları bunların olsun. Okey. O kadar iddialı. Deməli, navbarın içində bir dənə mənim navım olacaq. Bunda class name with full nə bilim nə. Burada olacaq container olsun. Burada da link. Bu olacaq məndə. Link mən gətirirəm. React router DOM-dan. Bunu buradan rədd edirəm. Image logo. Logo da olsun məndə, nə bilim, bir dənə market logosunu götürək. Bir dənə market logosunu götürəcəyik biz indi. Adından command T olsun. Logo deyək ki, market SVG. Hansısa balaca. Logo mu? Hansısa olsun da fərqi yoxdur. Turbo logo deyək olsun. Misal üçün hər iki. Tak, bunu da tak, open image in new tab, əla, save as, bunun da atıram elə developer'ın içində step'in homework'unda tapırıq Rüfətin marketini və atıram deyək ki public'a. Okey, save. Turbo logo. Tak, burada da bağlayıram bunu. Const logo access logo png. Public'dən bunu adını edirəm logo svg və atıram, ələ atmıram heç yerə. Deyirəm ki, burada olacaq heç access yox, heç bu da yox. Prosta deyəcəm ki, olacaq logo svg. Heç bura bunu dartmıram. İndi gedək baxaq görək bizdə burada nələr verir. Baş, hələ ki heç nə olmadı. Tak, navbar, root layout'un içində məndə var navbar və outlet. Outlet mənə gələcək React router DOM-undan. React router DOM-undan və hal-hazırda yoxlayırıq ki, məndə heç nə yenə də dəyişmir. Tak, deməli, rootları yoxlayıram. Elementlərdə məndə bu root var. Bir dənə bunu saxlayıram, clear eləyirəm, npm run def eləyək təkrar 51.73-də hələ də bu logo yoxdur. Yaxşı, gəl bu navbarın içinə bir-iki dənə link falan atdıq deyək. Bir dənə də list ataq, span home nə bilim nə. Tak, yenə də gəlmədi, home about. Tak,
Məndə buradan problem nədir? Bir dənə onu tez bazar yoxlayırıq. Tak, buna vaxt itirməmək üçün bir dənə hamısını fix deyək. Hamısını. Root layout, navbar, rows, fix, root layout and nav components. Tak, və davay. Duplicate layout, import. Okey, bunu keep edirik. Keep file. Burada nədir? Bunu səhv yerdən çəkirdi ona görə. Okey, review next file. Navbarda okey, olsun belə. Tak, və bu da bizim şeyimiz var. Deməli, Shadow MD-ni yığışdırıram buradan. Okey, Tailwind'imiz işləyir. Bunu da atıram. H16 yox. Bu nav olsun belə. H16. Bu container, MX Auto, items center, falan fast mekan. Bunları buradan yığışdırıram. Flex olsun belə. Tak, home burada düzdür, yerindədir. Tak, bu konteyner nəyə görə işləmir? Tak, MX Auto da işləmir. With full tak, yaxşı, onda belə eləyim, misal üçün, konteyner MX Auto və bunlar hələ ki buradan yığışdırırım. Belə yenə də düz işləmiş. Tak, konteyner MX Auto burada da ki olsun flex 1. Flex 1 götürmədi. Tak, Justify Center, Items Center. Tak, yaxşı, bu da deyək ki, gəldi belə. Logonu eləyək biraz yekə, H16 və də ki 20. Hətta 24. Okey, yaxşı, hələ ki demək ki, bunlar burada belə dursun. Home, about var bizdə. Okey. Deməli, bizim indi məqsədimiz nədir səninlə? Deməli, bizdə bir dənə də olacaq burada products, link, deməli, products və olacaq products. Okey. Və bir dənə də olacaq bizdə qap4, burada da olacaq login, register. Bax, belə. Login, register. Okey, login, register var bizdə. Products-da hələ ki heç nə yoxdur. Products-ı biz burada indi yazacağıq və deyəcəyik ki, sənə products page və products page-i biz gedib burada yazmalıyıq da. Tak, bu belə yox, base yox, pages. About var, bir dənə də yaradıram bura. Products və içində yaradıram products.js6. Okey. Export default products page. Hələ ki burada olsun bu. Bunu da gətiririk bura. Okey. Bir dənə də reload edirik. Artıq bizdə burada products var. Və biz burada bu products üçün bu fake API-dan istifadə eləyəcəyik. Və fake API-dan necə istifadə eləməliyik? Sən mənə bir dənə zəhmət olmasa denək, mən də onun o formada istifadə eləyim. Gəlib bir dənə məsəl üçün folder yaradacam. Məsələn, Axios ya da Fetch folderu. Aha.
Yox, sən okey, Hə, onu başa düşdüm. hə, Strukturu use indi query-dən mən özüm constant query-dən yerləşdirəcəm. istifadə eləyəcəm, sorğu atacam. Constant query-dən istifadə etmək üçün mən nə eləməliyəm? Birinci constant query-ni npm install eləməliyəm. Yes, okey. Gəl elə o ilə başlayaq. Deyək, constant query, query, constant installation. Okey. Installation constant query docs. Okey. npm-də sh-da bizdə olacaq bu. Və əslində nə olsun belə constant query. Okey, Sonra constant query main-ə gəlməliyəm, available. main GCX-ə. Main GCX. Aha, main GCX. Burada bura home-dur, main. Main, aha. Burada query client-nə query provider-ı qoşmalıyam, import eləməliyəm. Tak, import, deməli, query client, query provider, constant query. Aha, Sonra gəlib app-i query provider, client provider-la sarmalıyam, wrap eləməliyəm. tak, Hə. okey. Bir də Burada ki, query client query seçmələ client şey lazımdır. olacaq. Gəlib bir dənə const query client yaradıb, new query client-ə yəni mənimsətməliyəm. Yes, yes, əhsən, qəşəng. Tak, və bundan sonra Onu burada yuxarıda mən, eləməliyik biraz. bəli, və burada return edəcəm. Return, əla. Və bunu artıq atıram, bunun wrap edirəm bura. Tak, const. Tak, və bircə dəqiqə. Query client. Query client. Onu Yes. yuxarı qoyun şeydən, onda işləməlidir. Yaxşı, lap bunu belə eləyək. Bunu da hətta belə eləyək. Return-ü buradan yığışdırıram. App-dəki mənə app-dən gəlir də. App from app CSS. Okey. Tak. Yes. Heç return-ə ehtiyac qalmayacaq. Root. Tak. Sonra Sonra yeni bir JS əlam. yaratmalıyam, sorğu atmaq üçün. Nə hələ ki bu mərhələyə kimi yoxlayaq görək provider bizdə işləyir, provider işləyir. Okey, sonra ha? Yeni bir JS yaratmalıyam, gəlib use query ilə sorğu atmaq üçün. Use query-nə sorğu atmaq üçün bir dənə JS yaratmalıyam. Aha. Deməli, burada məndə products var, görsənmi? Bəli. Və products-ı mən nə etmək istəyirəm? Mən bax bu API-yi bura qoşmaq istəyirəm. Düzdürmü? Bax bunun hamısını bura çəkmək istəyirəm. Və mən bunu eləmək üçün mən gedəcəm, daxil olacağam bax bu products-da. Burada bir dənə folder yazacağam. Adını services ya da servis qoyacağam, services. Və yaradacağım burada product.api.js. Okey. Deməli, və burada mənim bir dənə instance-ım indi olmalıdır. Instance məndə nə eləyəcək? Deməli, ümumiyyətcə şeyin özündə, əsas source folderın içində bir dənə yaradacağım config yaradacağım. Və bu config-in içində əslində config-də də yarada bilərəm və şeydə də yarada bilərəm, shared-da da yarada bilərəm. Nə olsun, hələ ki bizdə config. Tak, və burada yaradacağım bir dənə A instance.js. Və bura bütün bizim müraciət elədiyimi bir dənə API instance yaradacağım. Bir dənə common modul yaradacağım. O işləyəcək məndə həm post, həm get, həm put, həm delete hamısı üçün bir yerdə. Tak, burada da yaradacağım Axios create base URL with API Axios'la işləyəcəyik deyə bura Axios'u npm eləyəcəm. npm install Axios. Tak, və Axios'u mən çağırıram Axios'un özündən. Bu artıq with URL. Bizdə localhost neçədir? 5173-dür. İndi bu dəyişib with API fərqli ola bilər də.
Bunun üçün də yaradıram bir dənə .env və yaradıram bura həmən bax bu şeyi verirəm də. Instance-da məndə nə vardı? With API URL. Bunu buradan götürürəm. Envin içində yaradıram. Və deyirəm ki 5173-də hələ ki bizdə. Bunu nəyə görə eləyirəm? Bax. Birincisi, with API URL. Biz sabah bunu harasa DevOps eləyəndən sonra da bizdə nədadır? Domenin adı dəyişəcək də 5173 olmayacaq burada. Olacaq hansısa domain market saat az, market az filan məkanında. Və mən onu bir dəfə burada təyin eləyəcəm. Bu env faylı ümumiyyətcə bütün datalar, passwordlar, sekretlər, API sekretlər falan hamısı bunun içində saxlanılır və bu GitHub'ın ignoruna düşən listlərindən hanı bu git ignore? Bəli, buradadır. Git ignore env. Env hardadır? Env yoxdur, hə? Yaxşı, burada env yazırıq və bu git ignora düşən bir modudur, yəni ki, bir fayldır. Niyə görə? Çünki bu paylaşılmır. Bu hər şeydə, yəni ki, confidentialdır bu fayl və bütün, belə deyək də, endpointlər falanlar hamısı baxmalıdır bu env faylın içində. Bütün sekretlərdir, bütün API URL-lərdir, bütün secret URL-lərdir, bütün orada dəyişir, passwordlar falan hamısı burada saxlanılır və bura müraciət edilir. Bu env faylına müraciət edilərək ona çəkilir. Yəni ki, bu barədə məlumatım var. Okay? Yoxdursa, burada necə? Yox idi, indi oldu. Okay. Deməli, bu belə və biz sonra bax bunu, bax bu with env, meta env URL, bax buna bu formada müraciət eləyə bilərik artıq, bax bu formada və bu bizim bir dənə ümumi instansımız olacaq, hansı ki biz artıq buna müraciət eləyəcəyik. Deməli, burada artıq mən şeyə müraciət edirdim də, nədadır? Burada yazacaqdım Axios falan məkan. İndi mən nə edəcəm? Export get products. Okay. Məsəl üçün get products məndə metod lazımdır. Və hətta bunu instance yox API yaza bilərəm. Daha rahat olsun deyə sənə. Export const və bura deyəcəm ki, belə. Const response API get products. API get products. İndi məndə API nədir? Məndə burada var fake API. Düzdürmü? Bax bu products var da, düzdürmü məndə? Və fake API com. Və təzədən gəlirəm, bax bura yazıram ki, mənim API-m nə oldu? Mən hardan götürəcəm? Yazıram ki, with misal üçün də API əslində URL burada olmalıydı. With API URL olsun, lab bizdə nə olsun, products yox. Əslində düzgün yazmaq elə URL idi. Nəsə URL bizdə artıq zanetdir. Burada eləyəcəm base API URL, bax, səbirli ol, base. Burada isə deyəcəm URL və atacam bura nəyi? Bax bunu. Heç products-ı buradan silirəm. Okay. Deməli, burada deyirəm ki, API məndə hardan gəlir? Mənə config-dən, instance-dan gəlir və response data-nı mənə return elə. Get products elə və bunu mənə return elə. Okay. Bir dənə mənim artıq bir dənə get products-ım var. Gördüm, bir dənə çox rahat şəkildə bax belə get elədim və salam, tamam. Heç constant query falan hərəkəşini istifadə eləmirəm. Axios.get eləmir. Deyir ki, burada API.dir. Gör, çünki API-də Axios işlətmişəm. Bəli, Axios-u burada mən işlədirəm. Görsən, yəni bu formada bax belə bunu işlədirəm. Bəli. API URL mənim lokal hostumun URL-sidir. API URL isə mənim götürdüyüm produktların URL-sidir, düzdür?
Bəli, tamamilə doğrudur. Hı. Və burada bir dənə vacib məqam var. Burada da slash, sonra burada da slash sənə xəta baş verəcək. Yəni sən artıq onda olacaq necə bu Bir dənə slash olacaq. bəli, olacaq ki, səndə misal üçün də fake API orada da slash, burada da slash bax belə olacaq. Okey. Hı -hı. Ona görə buradakı slash-i həmişə boş buraxırsan, burada çəkəndə həmişə, yəni ki, slash yazırsan ki, həm bilirsən ki, bunu sən çəkirsən, həm də ki, artıq bilirsən ki, orada həmişə boşluq var. Şimdi bu yazılmamış bir qayda qanunda bunun özünü. Əslində sən necə rahatdır da, yəni belə də yaza bilərsən, burada belə yaza bilərsən. Sadəcə çaşmamaq üçün mən tövsiyə edirəm ki, belə yazma. İndi bunu öyrən, özün necə istəsə falan filan. Next.js-də bu problem də həll olunur. Oradan görə slash yazsan zaten onlar sıfırlanır. React-da amma bu problem aktualdır. Ona görə də Bilməm, bunları query-nin içində eləməli deyilik, use query-nin. Bunları UseQuery içində eləyə bilərik, amma hələ ki mən eləmirəm. İndi bir Tamam. dənə səbirli ol, bir dənə sadəcə olaraq bir dənə bunu yoxlayaq ki, deyirəm ki, page products servis var, products.js və products.js yazanda mən nə edirəm? Mən nəndə yazıram bura UI folderını yaradıram və bu products atıram bura və artıq hər şey məndə strukturludur. Görürsən, products'ın içində servisdir. Yəni ki, mən burada artıq get elədim. Yəni bu buna aid olan bir bu get düzdürmü? Bu fake API store'da. Bax bu buna aid olan bir nədadır? Responsdur. Yəni ki, products-a aid olandır. Və mən bunu artıq burada istifadə edəcəm. Və misal üçün də hələ ki mən deyirəm ki, const, bax burada ucu query-ni istifadə eləyə bilərəm. Products, query key, get products. Get products-ı mən götürürəm servisdən. Use query-ni mən götürürəm Tanstan query-dən. Və burada deyirəm ki, log data deyə hələ ki də. Loading-lə falan da console long loading error ki, errorla məndə olmasın da burada, okey. Və npm run def. Açıram bunu, açıram products-ı, inspect edirəm datanı, konsolu. Tak, məndə burada nəsə var. Amma tam olaraq düzgün deyil. Çünki bu bir arrange-də məndə şeylər olmalıdır. Məndə heç yoxdurlar bunlar. Objektlər mənə hələ ki qaytarır. Tak, haradaydı bu? Tanstan query bizə lazım deyir artıq. Bəli, bu bizdə gəlib, amma ki, hələ ki düzgün gəlmir mənə datalar. Və mən misal üçün deyəcəm ki, products, query key products və filan gəldi mənə. İndi misal üçün mən bunu yığışdırıram, return edirəm, bir dənə qaytarıram, okey. Div olsun belə, products, data products, product title. Okey, gəldi. Mənə bütün bu datalar, hansılar lazım idisə mənə gəldi. Deməli, biz artıq nə elədik? Biz artıq burada dataları çəkdik, datalar varsa map elədik, onun içindən produktları çıxartdıq da. Əslində mən burada bunu log eləmək üçün console log data düzgün log eləmirəm də. Deməli, mənə lazımdır const data products, data və products-ı belə çıxartmalıyam və bu artıq mənə burada həm belə çıxardacaq bunları. Bir dənə də reload edək, undefined. Onda bunu datanı təzədən belə çıxardım, bunu isə belə yığışdırım. Dəsə reload edeyim, çıxartdı. Bizdə onda bayaqlar nəsə problem var idi. Okay. So, products JSX-də biz artıq bizim bütün datalarımızı görürük. Tamam, perfect, good. Deməli, bu belə bizə gəldi, datalarımız var, use query-miz işləyir. İndi nə etmək lazımdır? Sadəcə olaraq biraz UI qəşəng yaratmaq lazımdır. Atıram bura, elə bu komponenti, products API, yox. Atmıram belə. Demək, products API məndə var. İndi mən kart yaratmaq lazımdır ki, bunun əvəzinə mən qəşəng kartlar yaradım da, okey. Yaradıram buna, deyirəm ki, product card
nöqtə C6. Okay. Export default product card hansı ki bu product'ı götürəcək və return eləyəcək və burada artıq deyirəm ki create beautiful UI for product card don't add just don't add functionality just UI. Just UI. Deyirəm ki, hələm kim? Array from nə bilim nə, array from nə bilim nə, ay qardaş. Star rating. Yığışdır star rating. İstəmirəm mən star rating. İstəmirəm mən star rating. Tak, okey. Ratingdə yığışdırıram hələ ki. Amma rating orada var idi əslində. Hələ ki yaxşı rating yığışdırım, hələ ki bizdə qarışmasın da. Tak, title price. Bizdə nə var burada? Bizdə var, rating də var əslində. Title, price, image, rating içində count, rate var. İndi onun hamısını bir-bir yazarıq, yaxşı. Tak, kategori, description, kategori var. Düzdür? Bunun adı nədir? Nə? Bax, bu Yazılış metodu şeyin, distraction. bəli, destruction, bəli, description. Okey, kategori. Hələ ki mənə heç burada description lazım deyil, bax, ümumiyyətcə. Mənə lazımdır burada product title, price, kategori, image. Okey. So, perfect, bunlar da var. Image'lər də var. Həqiqətən varmı bunun image'ləri? Bax, bir dənə bu maraqlıdır. Nəysə, indi yoxlayacağıq. Tak, və products-a deyirəm ki, products indi məndə belə olmayacaq da. Is loading falan var məndə. Burada products kart yox. Burada olacaq məndə grid columns LG3, GAP4. Əla. Və bunu da belə bağlayıram bu gridin içində. Data filan fəs məkan. O yan bu yan. Product cardı ki çəkirəm buradan və göstərirəm burada. Və ötürəm bura product'ın özünü. Is loading'dən falan da indi bunları hələ ki buradan yığışdırıram. Yaxşı, qoy qalsın. Hələ ki burada. Deməli, ucu nəsə var. Amma product'ın UI, kartının UI-də nəsə flex, hashful mənə lazım deyil. Burada sonra hashful mənə lazım deyil. Rounded border gray, shadow, duration, hover, nə bilim, nə. Qrupu da buradan götürürəm. Tak, okey. Qrup da getdi buradan. Tak, okey. Bunlar artıq belə oldu. Women's clothing, nə bilim nə. Heç qəşəng də UI da yaratmadı əslində bu bizə. Yalandan adını qoydu ki, mən UI. Tak, burada deyirəm container MX Auto olsun. Tak, container və padding də verirəm bura. Hələ tam olaraq normal işləmir. PX belə olsun. Container falan fəs məkan. Tak, bu heç. Tak, grid columns. Bir, LG-də 3 dənə olmalıdır. Burada isə hələ də bu bir dənə bunu görür. Tak, və UI-yə boş vaxt itirməyək. Atıram products card, fix UI. Funksiyanın adı onsuz da artıq başa düşdük.
Tak, okey, okey. Deyək ki, məndə artıq bu belə bir şey var, market var. Tak, fix container logic fix container. Prost deyirəm. Zırt. Buna deyirlər. Tak, bunlar niyə dəyişsin ki? Bu eyni şeydir də. Ki bu ağıllıdır da indi. Tak, okey. Array from nə bilim nə yaxşı loading. Tak, datada sən produktları götürürsən. Deyək ki, yaxşı bunu next file. Bunu undo file edirəm. BG grey yaxşı saxlayaq bunu belə. Tak. Konteyner. Amma bu işləmiş. Bu işləmiş. Bundan heç birisi işləmiş. Konteyner. Tak, init tailwind config file and configure container correctly. Nəyə vaxtımız gedir? Tak.
İndən su gəlir. Of. Özüm eləsəydim bundan daha yaxşı idi. Bu da şeydir. Bir dənə şey düzəltsən, 10 dənə şey daha. Hmm. Hə, şükür. Nəysə. Ortaladı axır ki. Keep. Tamam. Olsun. Tamam. Deməli, navbar falan fəsməkan bizə bir dəqiqə lazımdır. Env, Products API, Main, Home, Products JSX. Tak, Product, Root Layout, okey. Və produkt kartımız bizim var. Deməli, indi bir dənə də bura səbət əlavə eləyəcəm və UI kitlər. UI kitlərin hansılardan istifadə eləmişsən bu vaxta kimi, Rəfət? UI kitlər yox. Misal üçün. Şad, Sin ən populyar və biz çox böyük ehtimal bundan istifadə edəcəyik. Ant dizaynerə, Ant dizayn. Sonra Material UI-yə aiddir. Material UI, bəli. MUI, MUI, Material UI. Sonra Radix UI, Radix UI. Sonra Shotgun Radix UI'nin üzerine. Sonra ne var idi orada? Next UI yok. Neydi onun adı? Next UI'nin adı neydi? Hero UI. Ay sağ ol, Hero UI. Yani bunlar nedir? Bunlar hazır solutionlar. Da misal üçün də. Misal üçün sidebar. Mən bunu belə klikləyəndə bu açılır, bağlanır. Sonra biz istifadə edəcəyik bu dəqiqə şey, neydi adı? Onun adı yadımdan çıxdı. Tak, home, search components, buttonlar misal üçün, buttonlar vardı. Bunun öz buttonları var. Və həmçində eynidə bunlarda da hamısında eynidir. Misal üçün button, hərəsinin öz buttonları var. Hərəsinin öz nə bilim nələri var. Material UI inputlarından fərqlənir. Inputlarından fərqlənir. Yəni Google inputları şeydən gəlir. Demək olar ki, Material UI-dan gəlir. Sonra Radix UI və filan fəsməkan. Gəl indi bir dənəsindən davam edək. Misal üçün olsun Shotgun. Tak, Shotgun, Introduction, Installation daha doğrusu Shotgun və bizdə widdir. With latest Tailwind var, import Tailwind var. Sonra install types node, okey. Bunu da bura yapıştıraq. Sonra add button Shotgun latest init. Bunu da bura yapıştırırıq. Okey, lazım olan prosesləri başda. Radix UI ilə elə Nova olsun lab. Couldn't not valid pass. Tak, burada define config with config JS-də bizdə nə olacaq? Deməli, plugin resolve aliaslarda belə yazırıq. Tak, və with config JS pluginlərdən sonra resolve.
Bu aliasları da belə yazacağıq. Bunun üçün də bunları belə gətirəcəyik. Sorry. Bunları da belə gətirəcəyik. Tailwind with. Tailwind CSS with. Yuxarıda vardı, ona görə belə Heç yazılır. mənə lazım deyil bu. Tak. Their name is not defined. Their name is not defined. Tak. Define config from bit var. Their name. Their name əvəzinə əslində biz belə də eləyə bilərik. Bunu əslində buraxa da bilərik. Yaxud da belə deyim hələ ki, buna görüm bu neyinəcək bunu. Okey, ladno. Keep eləyək bunu. Keep eləyək hələ ki bunu. Tak, sonra bunu npm latest add button deyək və bura button gətirəcəyik və bir burada komponent yaradacaq öz avtomatik olaraq. Create component JSON. Yes, yarat mənə component JSON. Radix falan pes məkan. Yenə nə oldu? Validation. Aliaslar yəni düz işləmir. Clear. Yaxşı. Buraya yazıram ki, with config configure correctly alias. Tak, source'un içində aliasları belə götürəcək. Yes olsun belə. Keep file not URL. Tak, indi təzdən latest init Radix-la, Nova-la. Okey, bu var bizdə. İndi button-ı misal üçün mən gətirirəm bura. Add button. İndi məndə bura komponentlərin içində button JSX gəldi artıq. Əla. Deməli, bu avtomatik özü yaratdığı UI components. İndi biz bunun yerini dəyişə bilərik ki, components olmasın, başqa yerlərdə olsun. O bir dəqiqə konfigurasiyası bir o qədər də şeydir. Artıq burada misal üçün product kartın içində məndə nə var? Button, type button var. Düzdürmü? Mən bunun əvəzinə işlədəcəm artıq. Button, hansı ki məndə UI button içindən gələcək və olacaq add cart və bütün lazım olan klasslar yəni həmən qaydada qalır. Okey? Yəni bu formada qalır. Hətta mən bu klassları artıq bundan götürsəm, yenə də və bunu npm run dev eləsəm 5173 products add cart var. Görürsən məndə standart və mən bunun klasslarını qaytarıram. Olacaq indi bax bu formada. Buna deyəcəm ki MD olsun lap. Çox da rounded olmasın. Belə bu formada. Hətta XS də edə bilərik. SM olsun, yaxşı. Okey. Add card, px, py 4 yarım lap olsun. Biraz yekə olsun. Bax belə. Rahat olsun. Klikləməyə. Tak, mass clothing falan pes məkan add card. İndi bizə nə lazım olacaq? Hansı komponent lazım olacaq ki, add card'ı klikləyəndə bizdə burada bir dənə basket yaransın və basketdə olsun bizdə şey. Bu datalar ora getsin, yerləşdirilsin.
Deməli, bunun üçün təzədən qayıdıram keep edirəm bunların hamısını. Təzədən qayıdıram şeyə, bura. Deməli, o şeyin adı nə idi? Yadımdan çıxdı. Sidebar yox. Sidebar yox. Home. Home. Bir dənə onun adı yadıma düşərdi. Yaxşı olardı. Tak, aside idi, nə idi? Aside. Şatsin. Aside menu. Yox, sidebar istəmirəm mən. Bu sidebar burada belədir. Yazıram ki, onda yox, site yox, navigation menu. Buna da baxım. Yox, bura deyil idi. Klik nə hardaydı o? Komponentlərə baxım. Tapacağım mən. Yox, 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 yox. Power yox. Yox, 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 yox. Hansını tabs. Tak. Yox. Documentation yox, 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 yox. Sheet, deyəsən sheet idi, hə, buydu, sheet, yes. Tapdım axır ki. Tak, sheet bizə lazım olacaq. Bax bu. Tak, və top, right, bottom və hər tərəfdən vardı bizdə top, right, bottom. Tak, cancel. Bizə də right elə lazımdır. View card. Hətta belə open sheet, close sheet. Əla. View code. Elə bunu kopyalayacağıq buradan. Və burada gətirəcəm. Deməli, bu installation üçün bizə lazımdır. Late sheet. Və bura komponentlərə diqqət yetir. Tak. Page, components, bura indi sheetdə əlavə olunacaq. Avtomatik olaraq gördüyün sheetdə gəldi bura. Və base olaraq məndə navbar var və bir dənə də bura yazıram ki, sidebar və içində yaradıram, sidebarın içində yaradıram, deməli, sidebar, TS6 yox, CS6, okey. Və bunu da yapışdırıram bura. Import, nə bilim, button falan. Gəlir mənə buradan, bura. Okey, və sheet trigger open sheet olur məndə və navbarın içində, burada login registerdən yanında, login registrin yanında bir dənə də sidebar yox, yazıram sidebar. Okey, və navbara bura əlavə edirəm sidebar. Və sidebar gətirəm buradan bura. Sheet-i import elədik sidebarda. Sheet-i. Dəncirə bilərsiniz, orada qapışdırdım. Tak, sidebar. Bunu hardan götürdüm deyirsən, sheet-i? Hə, onu götürməyinizi bilirəm, hə. Yuxarıda prosta şeydir, nəsə bir dənə importlara baxa bilərəm. Aha, bu importların hamısı bax bunun içindədir, sheetin içindədir. Sheet trigger falan fəsmək hamısı öz avtomatik olaraq sənə verəcək. Hə, tamam. Görsən sheet export, sheet trigger, close, content header. Bu da yəni ki buna sidebara aid nə varsa, sənə hazır solution verir. Və sən də native komponentlər olaraq, məsəl üçün div falan, bu native komponentlər olaraq bunu sadəcə istifadə edirsən. Bu qədər basit. Burada da deyirəm ki, misal üçün npm run dev, okey, npm run dev xodlanır, open sheet, əla. İndi bu hardası klikləyəndə olacaq close sheet. No close button falan fəsməkan.
İndi no close button deyəndə ki, bir dənə bizə close button da lazımdır. Close button necə olsun da, misal üçün baxırıq ki, onda o biri sheetlərdə varmı close? Misal üçün burada klikləyirik, burada close button var da. Bunun kodunda nə var? Görsən burada var, sheet close. Okay, sheet close hardadır? Sheet close burada axtarırsan ki, footer'da deyil, nə bilim nədir? E, sheet close. Əslində olmalıdır bu da. Sheet close. Tab to jump. Menu icon. Misal, və burada heç menu icon yox. Burada mən deyəcəm ki, buna as child. 2 dəqiqə. Triggerin içində olmalıdır da bu elə. Deməli, məndə Lucid iconda trash iconu var da. Tak, trash, Lucid, React-da məndə iconsda basket vardı deyək, bu olsun, shopping bag. Tak, shopping bag və burada deyirəm ki, shopping bag Lucid React-dan. Okay. Tak, hidden içində burada kart olacaq. Description hələ ki lazım deyil mənə. Marketdə shopping bag. Shopping bag biraz düz olmadı bizdə. Shopping cart olsun bax bu yaxşı. Shopping cart. Tak, təzədən yoxlayaq. Okay, shopping cart artıq var. Tak, heç burada button mənə lazımdır. Bax, belə olsun bu, trigger. Bax, belə. Heç button da burada mənə lazımdır. Tak, все, əla. Bu da artıq oldu belə, bu formada. Kartım var mənim. Deməli, indi nə edirik biz? İndi close orada nə lazımdır? Add close buttonla bura deyək. Close buttondakı bir dənə burada baxım buna. Görüm burada bu close buttonu hara əlavə edib ki? Sidebar. Bir dənə də side CS6. Footer'ın içində eləyib, button close eləyib. Hidden içindən biz eləyəcəyik. Hidden içində eləyəcəyik. Onda site. Tak, hidden içində card, sheet description. Buradan bunu yığışdırıram. Burada da olacaq bir dənə Lucid React. Close. Sheet close edirəm bura. Sheet close edirəm bura. Buna da deyirəm ki, sheet hidden içində sheet close as child. Burada plus edirəm Lucid React-dan. Tak, bundan. Səni yoxlayaq görək. Onda X edirəm Lucid React-dan. X edirəm Lucid React-dan. Əla. Header, class name, justify between. Tak, sheet title, flex, close, items, justify between. Title, tak.
Onda eləyirəm ancaq justify between. Flex. Bu flex'i götürmür də. Sheet header. Sheet content. Bununla buradan belə çıxartsam nə olacaq onda? Bunu görməyəcəksən. Tak, bu flex niyə olmur? Birinci ondan başlayaq. Ondan sonra uje düzəltməyə çalışaq. Tax. Mənə burada onda nə maraqlıdır? Burada close var. Düzdürmü? Edit profile. Lan pes məkan. Edit profile. Sheet header. Bunun onun arasında fərq nədir ki? Yaxşı ki, bunu belə götürürəm. Bunu atıram bura. Yazıram buna sidebar. Okey. Bunun da ki eləyirəm shopping cart. Lap belə götürürəm də shopping cart. Bunu da eləyirəm kart elə. Tak. Bunu da ki eləyirəm nə oldu? Sidebar, navbarın içində sidebar. Bu da sənin sidebarın. Tak, command C, clear, npm run def ala. Tak, bir dənə də reload. Doesn't file components UI input. Input yoxdur. Input istəmirəm mən burada olsun. Heç inputları hələ ki mən bura salmıram. Başqa label'lar da salmıram. Heç bunun için təmizləyirəm belə. Okey. Bunu belə təmizlədim hələ ki. Label'da yoxdur. Okey. Ancaq button falan var. Okey. İndi qayıtdı, gəldi. Close. Close da buradan yığışdırıram. Okey. Bir dənə save changes qalsın. Burada yazdım checkout. Checkout. Все. Deməli, bu da bizim checkout'umuzdur. İndi bizə nə lazımdır? Mənə lazımdır ki, mən bura add to cart eləyəndə gəlsin, düşsün bura. Eyni to-do listimiz kimi, sadəcə olaraq indi to-do listi biz əllə yazmayacağıq. Datadan götürüb yerləşdirəcəyik, bax, bu hissələrə. Okey? Tamam. Bəli, bir dənə zustantla biz bunu eləyəcəyik. Heç sheet close burada heç ehtiyac yoxdur. Amma bu bunu necəsə buna gətiribsə, o bu bunun öz daxilində olan şeydir də. Yəni ki, kopyalayanda lazım olan kopya, ən full olan budur da. Open, hər şey burada var. Bunu kopyalayıb oraya yapışdırmaq lazımdır. So, bu kadar basit. Tak, okey, sidebar. İndi bir dənə həmən bu products'dan içində mən yaradıram model. Hardadır mənim products'larım? Pages, products. Services var. Bir dənə də yaradacağım burada model. Və model folderın içində yaradacağım deməli. Modelin əvəzinə store'da yaza bilərik. Sən daha rahat oxunaqlı olsun da. Store yazıram hələ ki. Və yazıram nəyi? Burada products store.ts product store.js export product store. Okey. Tak. Və heç export yox. Mən burada deyirəm ki, nə? Mən bura npm install zustand. Əla. Zustandımız var. npm run def. Tak.
Import, create from Zasland. Set products. Hər iki set products'ı mən eləyəcəm. Delete falan sən eləyəcəksən. Set products nədir? Həmən bu products'ı product eləyəcəm də. Və bunu deyirəm ki, add product. Add productda mən nə edirəm? Həmən bu productları götürürüm, bura sadəcə olaraq əlavə edirəm də bir-bir. So, clear and remove qalır səndə. Və artıq məndə products var, bu var, düzdürmü? Deməli, sidebar Clean nədir orada? set products elə bir ki, heç bu dəqiqə orada bizə set products lazımdır. Sadəcə olaraq product necə ki məndə use state yaradanda, məsəl üçün hansısa bir state yaradıram da mən. Mən state yaratmaq üçün nə edirəm? State yaratmaq üçün const, misal üçün da const yazıram product set product set product set product. Yox, adı use state edirəm də, use state. Düzdür, burada set product nə edir? Həm dəyişə bilir, həm silə bilir, Hə, dəyişiklik yəni setlə. bəli, productslarla nəsə eləmək üçün bizə şey lazımdır. Həmən qaydada da bax bu set products, bu productsların üçün nəsə eləmək üçün set product lazımdır. Okay? Aydın oldu. Dəqiq. Bəli, aydın oldu. Tamam. Və burada mənim add product'ım var. Okay. Deməli, mən burada nə edirəm? Mən burada sadəcə olaraq const add product götürürəm. Const add product'ı use product store'dan götürürəm. Və handle add product. Add product'ı handle add product götürüb həmən bu product'ı ora əlavə edirəm. Mənim də product'larım nələrdir? Tak. Və burada klikləyirəm ki, on click handle add product. Все. Həmən bax bu product, hansı ki mən bura ötürürəm. Və sidebarda sadəcə olaraq contentin içində mən productsları buradan götürürəm. Const productsları şeyin içindən götürürəm. Və bu description var, header var da. Bax burada productsları başlayıram göstərməyə. Product card yox. Sadə şeylə də, sorry, 1, 2, 3. Və burada div, product ID, image nə bilim nə və class name bura əlavə edirəm. Item nə bilim nə olsun da hələ ki. Tak. Və gedirəm baxıram ki, burada misal üçün də indi hələ ki məndə heç nə yoxdur da, okey. Add to cart edirəm. Bu burada mənə gəldi. Burada add to cart edirəm. Bu da mənə bura gələcək. Okey. Bir dənə indi şeydir, axırıncı vurduğunuzdan bir dənə də əlavə eləyərsiniz də. Hə, bundan. Hə, Bəli. ID-si fərqli olan şərt yazmalıyıq oradan. Hə, ona şərt yazmalıyıq ki, eyni produktdan 30 dəfə bura əlavə olunmasın. Yaxud da olsun, bura bir dənə counter əlavə edirik, countları artsın. Okey. Sən növbəti dərsə kimi bunu buradan silməyi və ümumiyyətcə bir dənə burada checkout və bir dənə də olsun button clear misal üçün də button clear cart. Okay. Clear cart, yəni hamısını təmizləsin və nədir adı? Clear cart hamısını təmizləsin. Burada bir-bir təmizləmək olsun. Hamısını bir-bir təmizləmək olsun. Bir dənə burada counter, yəni ki, bizim bir dəqiqə hal-hazırda basketimizdə nə qədər şey var da, onları əlavə eləyirsən və mən bunu sənə hamısını bir dəqiqə bir dənə repo yaradıram təzə. github.com sign in, bəli, bu mənim. Tak, və bu mənim olduğumu sənə sübut etməliyəm mən. Tak, 45, 638, 300.
Yes. Tak, və bir dənə də new repo olsun. Market Rüfət. Familiya nə idi Rüfət? Hüseynov. Rıhaq. Tak və create repo. Buradan mənə bir dənə bu lazımdır. Buradan deyirəm ki git init, git add, git commit init, git remote, git push origin main. Так, и в принципе все. Git remote version. Bunu kopyalayıram. Atıram sənə bura. Tak. Orada da yoxlayaq. Gəldilərmi? Updateslər gəldilər. Все. Və sənin növbəti dərsin dediyim kimi.